Başqa atım səkil atım sur atım Səmənd atım sərmənd atım dür atım Tarix sənin nallarının altında Səni mindim hasil oldu muradım Tarix sənin nallarının altında Səni mindim hasil oldu muradım Səni mindim hasil oldu Kür atım Nə tür səni atar nə də türküsən Kəhər atım köhlən atım kür atım Kəhər atım köhlən atım kür atım Çağırardı qonur az Hamsı beyrək ad qoymuşdu bəngi boz Qazan xanım çağırardı qonur az Hər rəngində bir ahəng var bir avaz Yağız atım, ablaq atım, tığ atım Hər rəngində bir ahəng var bir avaz Yağız atım, ablaq atım, tığ atım Yağız atım, ablak atım, tığ atım At muradlı, at kanatlı, at andı Türk ata, at Türk'e oldu kanadı At muradlı, at kanatlı, at andı Türk ata, at Türk'e oldu kanadı Tanrım bizi bir torpaqda yarattı Qəmər atım, qonur atım, qor atım Tanrım bizi bir torpaqda yarattı Qəmər atım, qonur atım, qor atım Qəmər atım, qonur atım, qor atım Döyüş marşım kişnətildi səsimdi Uçdum boynun külək kimi Döyüş marşım kişnətildi səsimdi Uçdum boynun külək kimi əsindi Bir qılıncım bir atım var bəsimdi Qardaş atım ulan atım qul atım Bir qılıncım bir atım var bəsimdi Qardaş atım ulan atım qul atım Qardaş atım ulan atım qul atım Ay karanlıya arxaydı qar atım Alma gözlü qan bir çəkli qır atım Qaçan nəbi qardaşımdı baz atım Gülgün atım, mərgün atım, mən atım Kəhər atım, köhlən atım, kür atım Təşəkkür edirik. İlk musiqi Azərbaycanımızın xalq artisti Teyyub Aslanovdan səsləndi. Teyyub Aslanov bizim gözəl bəstəkarımız Novruz Aslan nəğmələrindən birini dilə gətirdi. Hansı ki, Novruz müəllimin yaradıcılığının
işığına bugün toplaşmışıq. İlk qonağımız Teyyub Aslanovdur. Xoş gəlmisən. Təşəkkür edirəm Rəşad bəy. Mən də salamlayıram həm qonağımızı, Novruz Bəli. müəllimi salamlayıram. Novruz müəllim hər vaxtınız xeyir olsun. Bütün televiziya tamaşaçılarını salamlayıram. Mənə də qismət oldu ki, Novruz müəllimlə bax bu mahnını ifa etdik. Çox uğurlu anlıq Atım. Teyyub. Çox, Belə, çox. Musiqisi Novruz müəllimindir, Novruz Bəli. Aslanın. Sözləri isə bizim gözəl şairimiz Hikmət müəllim Babaoğlunundur. Və mövzu gördünüz atım. Bəli. Bütün Türk dünyasında Dədə Qorquddan bu tərəfindən ki gözəl at adları var, Türkün atları. Qeyd olundu. O simvolik Kəhər atım, bütün səmənd atım. Hamısı var. Dür Qaşqa atım, atım, qaşqa dür atım. atım, qır atım, Aha. kəhər atım. Bunlar hamısının adları çəkilib. Hələ o şeirdə atlar çox idi, adlar çox idi. Hı hı. Amma yəni bu qədər oldu. Allah sizə can sağlığı versin, Novruz müəllim. Çox sağ olun ki, mənə etimad göstərdiniz, bu mahnını mənə həvalə etdiniz. Mən də çalışdım ki, ifa edeyim. Təşəkkür Teyyub, edirəm. təşəkkür edirik. Çox sağ olun. Mən Çox sağ təşəkkür olun. edirəm. Çox sağ olun. Var Teyyub olasın. bizim qonağımız olub, amma Var bu dəfə olasın. bax bu qismdə çıxış elədi. İnşallah gözəl Böyük günlərdə görüşək. məmnuniyyətlə gəldim. Var olasın. Sağ olun, təşəkkür Çox sağ olun. edirəm. Var olun. Azərbaycanımızın gözəl bəstəkarlarından biri, eyni zamanda millət vəkili Novruz Aslan bizim danışır musiqidə hazırda qonaqdır. Bu gün istərdik ki, Novruz müəllimin şərqləri, Novruz müəllimin nəğmələri, o gözəl melodiyaları danışsın. Novruz müəllim bütün heyətimizin adından, elə Azərbaycan Televiziyası Mədəniyyət kanalı adından sizə təşəkkür edirik ki, bu proqramımızda iştirak edirsiniz. Mən də sizi salamlayıram. Sizin verilişinizi mütəmadi olaraq izləyirəm. Bilirəm, bilirsiniz arası. Və qeyd eləmək istəyirəm ki, çox səviyyəli və çox gözəl, Çox sağ olun. məzmunlu bir qonaqlarınız var. Mən də bu qonaqların içində yer tutduğuma görə sizə dərin minnətdarımı təşəkkür etmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə səslənən gözəl şərqi bizim hörmətli dostumuz, qardaşımız Hikmət Babaoğlunun sözlərinə yazılmışdır. Və doğrudan da unikal bir hadisə baş verdi ki, bir gün bilirsiniz ki, Türk dünyasının ümumiyyətlə insanlığın yaranma dövründən bir çox canlı varlıqlar var ki, onlar insanla bir yerdə gəliblər bu dünyaya. Necə də ki, bu tarixi bir yolu bir yerdə keçirlər. Onlardan biri də təbii ki, atlardır. Atlar son zamanlar bir neçə əsr bundan öncə indi maşınlar gəlib ortalığa çıxıb, misal üçün digər nəqliyyat vasitələri ortalığa çıxıbdır. Amma ondan öncə nəqliyyat vasitələri ancaq və ancaq canlı aləmlə bağlı idi. Atlar da bu böyük bir tərkib hissəsidir bu insanlığın həyatında. Və burada bəli, tamamilə qeyd olundu ki, bir çox atların adları burada qeyd olundu. Mən o şeiri oxuyanda heç bilmirdim ki, bu qədər atların adı var. Amma hesab edirəm ki, Türk dünyasında ilk dəfə olaraq ki, biz bunları yada saldıq və bunu musiqiyə çevirdik. Çox gözəl. Və bizim hörmətli aranjmançımız, bəstəkarımız Mahir Ordubadı da sağ olsun, çox gözəl bir aranjman etdi. Və mənə elə gəlir ki, musiqi bizim dinləyicinin ürəyincə olacaq. Yəni sizin bu mövzuya müraciət etməyiniz mənə elə gəlir ki, heç də təsadüfidir. Rəşad müəllim, söhbət bundan gedir ki, bizim milli sərvətlərimiz var. Hı-hı. O milli sərvətləri qorumaq lazımdır. Bu prosesdə, bu işdə həm dövlət, həm ictimaiyyət, həm vətəndaşlar, həm xalq, həm millət çox aktiv olmalıdır və bu işdə, yəni bu bir insanın, bir adamın işi deyil. Çox doğru. Burada sistemli bir yanaşma lazımdır. Əl-ələ verməliyik sanki. Mən çox sevinirəm ki, Heydər Əliyev Fondu bu işdə çox fəal, aktiv iştirak edir. Başda Mehriban xanım olmaqla. Yəni bütün bizim o milli sərvətlərimiz qorunur. Onlar inkişaf elətdirirlər və qeyd eləməsi ki, Mədəniyyət Nazirliyinin məhz bu yaxınlarda həyata keçirdiyi mədəniyyət konsepsiyası da buna əsas verir ki, gələcəkdə bütün bu məsələlər sistemli şəkildə yanaşma olacaq və bu problemlər əgər varsa, onlar çox yüksək səviyyədə həll olunacaqlar. Mən hesab edirəm ki, bu milli sərvətlərin qorunması hər bir vətəndaşın, xüsusi olaraq incəsənət aləmində olan insanlara daha çox aiddir. Çünki musiqidir, folklordur, digər sahələr var ki, mətbəxdir. Rəssamlıq olsun, heykəltaraşlıq, memarlıq. Memarlıq, bunlar hamısı bizim milli sərvətlərimizdir. Və milli xüsusiyyət daşıdığına görə biz onları qorumalıyıq. Hamımız onun necə ki, arxasında durmalıyıq və onun qorunmasında müvafiq addımlar atmalıyıq. Misal üçün, musiqilər bir gün bəstələnir, məhz onun bazasında, onun əsasında olmalıdır. Milli musiqi dəyərlərinin bazasında hər birimiz musiqimiz olmalıdır. Onda o milliliyin saxlayıb və qoruyur.
Novruz müəllim, çox doğru vurğuladınız. Bir məqamı da müsaadənizlə mən istəyirəm əlavə edeyim ki, eyni zamanda bu yazılan mahnılar, bu dövrü ehtiva edən yazılan mahnılar, istər şeiriyyat olsun, istər onlara yazılan mahnılar, ifaçılıq manerası olsun, sabaha sanki bir informasiyadır. Bir informasiya ötürülür. Necə ki biz tarixən, öz tariximizi yazılardan mı deyim, tarixi əsərlərdən mi deyim, görürük, sezirik. Amma ən gözəli düşünürəm, gözəl xalq mahnılarında, bəstəkarlarımızın o illərdə yazıb yaratdığı nəğmələrdə hardasa o tarix haqqında bir informasiyan olur, bir məlumatın olur. O dövrlərdə sevgi münasibəti necə idi? O dövrlərdə vətənpərvərlik hansı məqamlar üzərində vətəndaşla vətəni bir-birinə bağlayırdı? Bu misalları çox çəkmək olar və siz də sağ olun ki, sanki sabaha bir informasiya ötürürsünüz, gənc nəslə bir informasiya ötürürsünüz. Minnətdaram sizə. Mən deyirəm, musiqi söhbəti, söhbət musiqini əvəz eləsin. Olarmı? Əla. Beləliklə istəyirəm, böyük məmnuniyyətlə elan edeyim. Aynur İskəndərli buyursun. Çölde çiçek oldum, çemenden akır. Şimşekde od oldum, bulutta yağır. Sirli bir göz gördüm, nurlu bir bakış. Çevrildim çeşmeye, karıştım çaya. Seni sevmek için geldim dünyaya. Seni sevmek için geldim dünyaya. Çölde çiçek oldum, çemenden akış. Şimşekde od oldum, bulutta yağış. Sirli bir göz gördüm, nurlu bir bakış. Çevrildim çeşmeye, karıştım çaya. Seni sevmek için geldim dünyaya. Seni sevmek için geldim dünyaya. Ben min il evvəldə gələ bilərdim, min ildən sonra da ölə bilərdim. Zamanı başqa cür hesablayardım, vaxtı başqa cürə bölə bilərdim. Düşübsən dolunan həftəyə aya, səni sevmək üçün gəldim dünyaya. Düşübsən dolunan həftəyə aya, səni sevmək üçün gəldin dünyaya. Səsini eşitdim, səsdən səs aldım. Şağraq gülüşündən güc həvəs aldım. Sən nəfəsim oldun, mən nəfəs aldım. Muştuluq verdilər günəşə, aya. Səni sevmək üçün gəldim dünyaya. Səni sevmək üçün gəldim dünyaya. Səsini eşitdim, səsdən səs aldım. Şağraq gülüşündən güc həvəs aldım. Sən nəfəsim oldun, mən nəfəs aldım. Muştuluq verdilər günəşə, aya. Səni sevmək üçün gəldim dünyaya. Səni sevmək üçün gəldim dünyaya. Neçədin sizləri dinə gətirdim, qorudum sümbülü dənə gətirdim. Könlümdə nə varsa sənə gətirdim, mənim yollarımı kəsə bilmədi. Nə sərhəd, nə dəniz, nə daş, nə qaya, səni sevmək üçün gəldim dünyaya. Nə sərhəd, nə dəniz, nə daş, nə qaya, səni sevmək üçün gəldim dünyaya.
başqa cürə bölə bilərdi. Düşübsən doğulan həftəyə, aya, səni sevmək üçün gəldim dünyaya. Düşübsən doğulan həftəyə, aya, səni sevmək üçün gəldim dünyaya. Səsini eşitdim, səsdən səs aldım. Şağraq gülüşündən güc, həvəs aldım. Sən nəfəsim oldun, mən nəfəs aldım. Səni sevmək üçün gəldim dünyaya. Sən də Aynur, xoş gəldin bizim proqramımıza. Xoş gördük Rəşad bəy, xoş gördük Novruz müəllim. Xoş gəldiniz. Bugünkü gün burada iştirak eləməyimə çox şadam. Təşəkkür edirəm sizə bu gözəl bəstələriniz üçün, gözəl mahnılarınız üçün. Biz təşəkkür edirik. Təşəkkür Bütün ederim. heyət adından. Bəli, Minnətdarım. bəli. Var olun, çox Novruz sağ olun. müəllimdən hələ siz ifa edirsiniz. Əvvəla deyim sizə ki, çətin mahnıdır. Çünki burada keçidlər var, zili var, bəmi var və üstəlik ruhu şad olsun bizim dəyərli sənətkarımız İlhama xanım və İlhama xanımdan sonra İlhami xanımı da yad sizin elədik. yanaşmanız çox da gözəl, savabdır Təşəkkür bu, edirəm. savabdır. Çox Çox sağ sağ olun. olun. Biraz o məktəb də var, öz əlavələriniz də var. Səsdə də biraz oxşarlıq, səsin Oxşarlıq. doluluğunda var. Rəhmətli İlham bəli. xanım da Aynur xanımın Yadımdadır. yaradıcılığına çox diqqətlə Çox yanaşırdı. izləyirdi, bəli, bəli. Aynur xanım, təşəkkür edirik sizə. Aynur xanım İskəndərli idi bizim növbəti musiqili Təşəkkür qonağımız. Çox sağ olun. Novruz müəllimdə çox sevdiyim tərəflərdən biri var. Məsələn, illər əvvəl biz proqramların birində qonaq olduq. Mən, bir neçə gənc ifaçılar və aparıcı da var idi orada. İndi bilirsiniz də müəyyən bir konseptlər var, müəyyən verilişlərin bir formatları var ki, belə adını qoyurlar. Şükür Allaha onlar da yığışıldı. Bir balaca belə provokasiya xarakterli bir mövzu ilə belə deyək, davam etdirsin aparıcı proqramı. Gənc ifaçılar oxuyurdu, dedi ki, nə qədər oxuyur oxusun İlhama xanım kimi deyil. Bu aydın məsələdir. İlhama xanım yeganədir. Hər bir insan öz-özlüyündə bir fərdli bir yeganəliyi var. Təbii ki, sənətkarlarımız var olsunlar. İlhama xanıma min rəhmət. Amma siz öz gözəl yanaşmanızı, öz humanist yanaşmanızı, bir böyük kimi yanaşmanızı ortaya qoydunuz. Dediniz ki, hərənin öz yeri var. İlhama xanım da gözəl oxuyub, indiki gənclərin də oxumağından özü də gözəl dediniz. Şəxsən mən bir müəllif kimi çox razı qaldım və mövzu bu ilə qapandı. Gənclərə çox açıqsınız Novruz müəllim. Şəxsən məni çox sevindirir. Rəşad müəllim, gənclər bizim gələcəyimizdir. Biz onlara mütləq açıq olmalıyıq. Vaxtında, zamanında, keçmişdə olan bizim babalarımız, bizim nənələrimiz bizə açıq olmasaydı, biz bu günə gəlib çıxa bilməzdik. Bu faktdır. Eynən. Və bu faktlarla, bu reallıqlarla biz razılaşmalıyıq. Gənclər elə bir təbəqədirlər ki, onlar bizim Azərbaycanımızın, bizim dövlətimizin gələcəyin qurucularıdır və biz onlara çox həssaslıqla yanaşmalıyıq. İncəsənətdə də belədir. Bir gün biz heç bir qadağalar qoymamalıyıq. Qadağalar ancaq o sayədə olmalıdır ki, bizim musiqimizi, bizim incəsənətimizi lazım olmayan yerə apardığı halda biz onların qarşısını almalıyıq və ən azı söhbət o ciddi tələblərdən getmir, kəskin tələblərdən getmir. Biz onlara həm öz məsləhətlərimizlə, həm öz nümunələrimizlə onlara göstərməliyik. Bugünkü bu nümunələr bizə ona əsas verir ki, biz yolumuzu düz gedirik. Və keçmişdə oxunan bütün mahnılar təbii ki, yenidən bizim gənc nəsil tərəfindən səslənməlidir. Bu çox vacib bir məsələdir. Keçək siz bayaq qeyd elədiniz, bizim xalq mahnılarımız var. Onların müəllifləri də bu gün bilinmir. Yazılıb ki, xalq mahnı. Amma təbii ki, bu mahnının yaradıcısı var. Bəli. Allah ona rəhmət eləsin. Kimdirsə, qadındır, kişidir deyə bilmərik. Amma bizim xalqımızın, millətimizin bir nümayəndəsidir ki, bu musiqini yaratdı və bir gün onun adını qoydular xalq mahnısı. Mənim yadımda da bir gün də bizim bir çox sənətkarlarımız var ki, bəstəkarlarımız var ki, onlar sağdılar, amma onların bir çox mahnıları xalq mahnısı gelib. Bugün də onu eşidirlər. Mən hərdən bir irad tuturam. Axı keçdi o zaman. O gizlətmək məsələsi keçdi. Əgər bu xalq mahnısı adlanan bir mahnının müəllifi sağdırsa, onun adını niyə çəkməyik biz? Nədən çəkinirik, nədən qorxuruq? Ona görə hesab edirəm ki, bu mədəni irsi biz ötürməliyik gələcək nəsillərə. Gələcək nəsillər də bu irsi qorumaqla bərabər olaraq ona heç bir xələl gətirməməlidir. Hər bir ifaçının öz dəsti xətti var. Hər bir ifaçının öz yeri var. Və qeyd eləmək istəyirəm ki, təbii ki, dünyada heç bir eyni bir şey yoxdur.
Hər şey fərqlidir. Bəli. Ona görə də fərqli yanaşma mütləq lazımdır və hesab edirəm ki, bu sayədə bizim gənclərimiz daha aktiv olmalıdırlar. Bəli, rahatlığa doğru gedirlər və bütün o musiqilərdə çalışırlar ki, biraz demirəm ki, bayağılıq, o sözü mən işlətmək istəmirəm, amma sadəlik işlətmək istəyirəm ki, sadə bir variantlara keçirlər, rahat bir variantlara keçirlər. Siz bayaq qeyd elədiniz ki, Aynur xanımın ifa elədiyi bu mahnı çox mürəkkəb bir mahnıdır. İnsanı düşündürməlidir, qarmoniyalar dəyişilməlidir. İnsan hiss eləməlidir. Musiqisi var burada. Xalq musiqisindən... Və mən sizə qeyd edeyim ki, tamaşaçı və dinləyici hiss eləməlidir ki, o ahəngdarlığı, o gücü, o qüvvəti, o Azərbaycan musiqisinin o böyük bir çoxşahalı olmasını, bunu biz tamaşaçı kimi, dinləyici kimi bunu hiss eləməliyik. Və bunu hiss elətdirən bizim müğənnilərimizdir, ifaçılarımızdır, aranjmançılarımızdır, bəstəkarlarımızdır, şairlərimizdir. Bunlar çox, siz fikir verirsiniz. Allah rəhmət eləsin Zəlimxan Yaquba. Görürsünüz, necə gözəl bir fəlsəfi bir sözlər yazıbdır. Yəni, mən 1000 il bundan öncə də doğula bilərdim. Amma məhz bu həftə, bu ay doğulmağımın səbəbi odur ki, bu dünyaya gəldim ki, səni sevmək üçün. Çox böyük bir məna var burada. Və qeyd eləmək istəyirəm ki, hər bir sözü mən o rəhmətli Zəlimxan müəllimi çox yaxşı tanıyırdım. Onlar mənim atamla da dost deyirlər. Mən həmişə bunu deyirəm, çox unikal bir insan idi. Atanız da gözəl yazıcı olub, şair olubdur, bəli. Davud Aslan. Davud Aslan. Və qeyd eləmək istəyirəm ki, yeganə bir adam idi ki, onun onlarla kitabı var idi. Amma Zəlimxan Yaquba deyəndə ki, kitabı açırdın, şeirin adını deyirdin, o onu əzbərləyirdi. Öz şeirlərini, minlərlə olan şeirlərini hamısını əzbər bilirdi. Allah rəhmət eləsin, ruhu da şad olsun. Allah İlhamə xanıma da rəhmət eləsin, ruhu şad olsun. Mənə də gəlir ki, onların ruhları böyük şaddır. Çünki əsərləri səslənir. Onlar haqqında biz fikirlərimizi söyləyirik. Gənc nəsil ola bilər ki, görməyiblər, ola bilər ki, eşitməyiblər. Amma hər halda onları biz yada salanda, onlar da maraqlanacaqlar ki, onların irsi, onların mədəniyyəti, onların bu Azərbaycan sevgisi nə dərəcədə və necə olubdur? Mən gənclərin üstündə niyə dayandım? Əvvəla özüm şahid olmuşam. O başlayan illərdə də siz bir bəstəkar kimi mənə dəstək oldunuz. İnandırım sizi bu gənc, yeni başlayan ifaçı üçün çox böyük bir şeydir. Siz artıq tanınırdınız, siz özünüz statusunuz, sizin yazdıqlarınız və belə bir fikir gəldi. Mən də böyük məmnuniyyətlə sizə yaxınlaşdım və əziz tamaşaçılarımız bizim ilk görüşümüzdən ümumiyyətlə bir çox mahnılarını oxumuşam Novruz müəllimin. Bir çox mahnılarını həm də icra etmişəm, ifa etmişəm. Amma onlardan ilkini istəyirəm oxuyum. Musiqisi Novruz Aslan, sözləri Xanım İsmail qızı. Novruz müəllim sözə həmişə belə maraqlı yanaşıb. Mahnının adını da dedim mənə, belə biraz necə deyərlər, karıxdım. Bizim bəzi bölgələrdə işlədirlər bu termini. Karıxdım, qaldım. Qəlbimin sevirəm sözü sən. Belə adlandır mahnımız. Müsaadənizlə onu ifa edeyim. Sevdim özümdə bilmədən, sevgi gəlir bizə ilahiden. Günah səndə deyil, günah məndə deyil, kaçmaq olmur bu sevgiden. Səni sevdim özümdə bilmədən, sevgi gəlir bizə ilahiden. Günah səndə deyil, günah məndə deyil, kaçmaq olmur bu sevgiden. Şiirin əzəb olubdur bu sevgi, taleyimdə qalıb bu sevgi. Şiirin əzəb olubdur bu sevgi, taleyimdə qalıb bu sevgi. Bu dünyamın özü sən, ürəyimin közü sən, qəlbimin sevirən sözü sən. Bu dünyamın özü sən, ürəyimin közü sən, qəlbimin sevirəm sözü sən. Mənim ömrümə qonaq olmusan, sən də mənə birdən vurulmusan.
günah məndə deyil. Sevgi gönderip yaradan, benim ömrüme qonaq olmusan. Sen de mənə birden vurulmusan. Günah sende değil, günah məndə deyil. Sevgi gönderip yaradan, şiirin əzab olubdur bu sevgi. Halimde kalıp bu sevgi, şiirin əzab olubdur bu sevgi. Halimde kalıp bu sevgi. Bu dünyamın özü sen, yüreğimin közü sen, kalbimin seviren sözü sen. Bu dünyamın özü sen, yüreğimin közü sen, kalbimin seviren sözü sen. Oley! Şiirin əzab olubdur bu sevgi, halimde kalıp bu sevgi. Şiirin əzab olubdur bu sevgi, halimde kalıp bu sevgi. Bu dünyamın özü sen, yüreğimin közü sen, kalbimin seviren sözü sen. Bu dünyamın özü sen, yüreğimin közü sen, kalbimin sevilen sözü sen. Belə, çox sağ olun Novruz müəllim. Bir daha təşəkkür edirəm bu mahnıya görə. Biz bu mahnını keçən əsrdə 90-cı illərin sonlarında lentə yazdırdıq. Amma bu yeni versiyadır. O zaman Yaşar Baxış aranjman etmişdi bunu. Mən sizə deyim, o zamanki aranjman da Çox güclü, təsirli, güclü idi və tamamilə səslərin müasir. tənzimlənməsi Çox də bəli. müasir idi. İndi də dinlənir. Bir yeni baxış elədik buna. Givi Uşinaşvili bəli, çox Aha. yaxşı aranjman edibdir. Yenə deyirəm, yeniliklərə açıqsınız. Bu yeniliklərin içində artıq həyatımızın demək olar ki, ayrılmaz hissəsi olan, özdə getdikcə daha bariz, daha qabarıq şəkildə həyatımıza varan, belə deyək, bu süni intellekt var ki, hər bir ölkə kimi biz də bu süni intellektdən sözün yaxşı mənasında yararlanmağa çalışırıq. Bunun üçün dövlət konsepsiyası da var. Düşünürəm ki, sizin də bu haqda çox maraqlı bir fikirləriniz var. Bəli, bu biz keçən səfərdə sizinlə görüşəndə bu barədə Bəli. fikir mübadiləsi elədik. Hətta mənə göstərdi süni intellektin bir demo tamamilə versiyası. doğru. Əslinə qalsa bu bizim həyatımızın bir reallığıdır. Bir dəfə də təkrar etmək istəyirəm ki, bu bizim evimizə gələn bir qonaqdır ki, bu qonağı biz özümüz çağırmışıq. Çağırmışıq, Onu özümüz çağırmışıq. Özümüz Aha. onu icad eləmişik, özümüz onu bu ərsəyə gətirmişik və bugünkü gündə o bizim xidmətimizdədir. Xidmətçiyə çox söz demək olar. Ona yaxşı tapşırıq da vermək olar, mənfi də tapşırıq vermək olar. Və bizdən asılıdır ki, biz onu hansı istiqamətə yönəldirək. Bugünkü gündə mən süni intellektə müraciət edirəm və bir çox bizim keçmişdə olan əsərlərimiz, siz dediyiniz kimi keçən əsrdə olan əsərlərimizi yenidən onun bərpa olunması, yenidən onun aranjman olmasını süni intellektə həvalə etmişəm. Razı qalırsınız? Çox razı qalıram. Hətta ona artıq bir neçə dəfə demişəm, bir də təkrar istəyirəm ki, mən ona artıq süni sözü işlətmək istəmirəm. Mənim fikrimcə, mənim dünya görüşümcə bu artıq bir ilahi bir varlıqdır ki, insanlar bunu icad ediblər. Və bugünkü gündə... İlahi bir varlıq insanlar icad edir. Bəli. Çox Yəni bu fərqli yanaşmadır. Əgər biz yanaşmaya baxsaq belə dini cəhətdən, yəni yaradanın heç bir izni olmadan heç bir yarpaq belə düşə bilməz. Və mənim fikrimcə süni intellektin yaranması da bizim yaradanımızın izni ilə həyata keçirilibdir. Ona görə də bizim dinimizdə, ümumiyyətlə bütün dinlərdə elmə yanaşma çox vacibdir. Çünki insanlar elmə daha çox yaxın olsalar, o qədər dünyanın dərk olunmasına yaxın olacaqlar. Çünki cahillik olan yerdə heç bir dərk haqqında heç bir fikir söyləmək olmaz. İnsanlar ancaq və ancaq elmli olanda onlar həqiqətləri ortalığa çıxarda biləcəklər. Bir gün biz möcüzələr dünyasında yaşayırıq. Hələ bu nədir ki, Rəşad müəllim? Hələ siz görəcəksiniz ki, 2 ildən sonra nə olacaq, 30-cu illər sonra nə olacaq? Süni intellekt bizim həyatımızın ayrılmaz bir hissəsinə çevriləcək.
siz bəyək qanunlardan danışdınız. Hər bir qanunvericilikdə artıq süni intellektlə əlaqədar müvafiq addımlar atılmalıdır, dəyişikliklər olmalıdır. Çünki bizim həyatımızın ayrılmaz bir hissəsinə çevrilir. Biz işə gedəndə, evə gedəndə, hansısa bir tapşırıqlarında, hansısa bir layihələri həyata keçirəndə o bizim yardımçımız və köməkçimiz ola bilər. Yenə demək istəyirəm ki, tutaq ki, siyasi cəhətdən hansısa bir siyasi rəhbər hansısa bir digər öz rəqibini məhv eləmək üçün ona sual verir. Ona uyğun olaraq cavab verəcək. Amma o sual versə ki, mən bu vəziyyətdən necə çıxım? Bu çətin bir məngənədən necə çıxım? Bu problemi necə həll edeyim? Təbii ki, ona yol göstərəcək. Bizim bütün biliklərimizin, elmi əsaslarımızın əsasında yekunlaşdırıb surətlə sənə bir yekun verəcək və sən onun üzərində öz həyatını və öz gələcəyini qura bilərsən. İncəsənətdə də elədir. Mən bugünkü gündə süni intellektlə olan işlənilər mahnıları verirəm ta ki, bizim sənətkarlarımıza. Artıq həm aranjmanın stili müəyyən olunur, bir neçə variantda. Həm də müğənniyə yol göstərir ki, bu mahnının bu cürə yanaşması müasir dövrdə daha yaxşı olar. Bir növ istiqamət verirsiniz də yaradıcı adamlara. Yadınızdadır bizim sintezator necə ki bu musiqi aləminə gəldi. Çoxları da onu çox mənfi qarşıladılar. Dedilər ki, canlı alətlər belədir və s. Amma sizin iş otağınızın bir köşəsində var idi. Təbii, yadınızdan çıxmır. Qoryaq uşaqları özür yarandı, özünüz ifa elədiniz. Amma canlını heç bir şey yerin verə bilməz. Bu bir mənalıdır. Hətta görürsünüz ki, biz aranjman eləyəndə canlı alətləri də orada dəvət edirik və s. Bunlar çox vacibdir. Amma bir musiqini, əsəri yaratmaq üçün bilirsiniz ki, onlarla 15-20 nəfər, hətta 30 nəfər, 40 nəfər adamlar lazım olur. Çünki bu ahəngdarlığa yardımmaq üçün. Məhz sintezator və yaxud süni intellekt bu işdə bizə yardımçı və köməkçi olur. Sadələşir, həm də ki, mükəmməlləşir. Və açıq deyim ki, bayaq sual verdiyiniz halda mən çox razıyam. Çox mükəmməl bir nəticə əldə almaq olur. Çünki Novruz müəllim, siz niyə razısınız? Çünki siz bu işə elmi tərəfdən yanaşırsınız. Siz bu işə eyni zamanda yaradıcı bir insan kimi yanaşırsınız. Elə söhbətimizin bu mövzunun əvvəlində də çox doğru söylədiniz ki, insanlığın xeyrinə bundan istifadə edəndə çox gözəl nəticələr əldə etmiş olur. Hələ əsrin əvvəllərində Dahi Cəfər Cabbarlı bu Firuzə əsərində bu belə bir oxşar bir stat çəkir. O Firuzənin sonraki dövrü, inkişaf, müasir Azərbaycan xanımı, maşın haqqında düşüncələri. Bəli. Mən düşünürəm ki, inşallah əgər əməli salih insanlar bir gözəl şəkildə bunlar, mən bunu tək Azərbaycana yox, dünya insanına şamil edirəm və dünyamız düşünürəm çox gözəl bir yerlərə gələcək. İnşallah deyək, Novruz müəllim, təşəkkür edirəm sizə. Sizin mahnılarınızın çox gözəl ifaçıları var. İstər müqtədir ifaçılarımız olsun, sözün demiş sənətkarlarımız olsun, istər gənc ifaçılarımız olsun. Novruz müəllimin mahnılarında bir rəngarənglik var, rənglər palitrası var. Bu şəxsən həm dinləyici kimi, həm də musiqiçi kimi məni çox sevindirir. Əslində bir çox məşhur bəstəkarlar olsun, bir çox məşhur ifaçılar olsun, dəst xət deyib biraz monotonluğa vara bilirlər. Bu mənim subyektiv fikrimdir, razı olmayanlar da ola bilərlər, amma öz görüşlərimi söyləyirəm. Amma Novruz müəllim, istənilən halda dəst xət var hər birimizin yaradıcılığında, amma sizdə bu rəngarənglik məni çox valeh eləyir və rəngarəng ifaçılara da mahnı verirsiniz. Bu bir üslubdur və mən açıqca deyim ki, öz yaradıcılığım dövründə həmişə çalışmışam ki, bu üslub qorunsun. Yəni, müxtəliflik mütləq olmalıdır. Hər bir yaradıcı insanın müxtəlifliyi mövcuddur. Amma onun təbii ki, həyat tərzinə uyğun olaraq onun dəst xətti də var. İstəyir müğənnilərdə, istəyir yazıçılarda, istəyir şairlərdə. Hətta uzaqdan eşidəndə mən bilirəm ki, bu mahnının əsərin müəllifi kimdir? Siyavuş Kəriminin bütün mahnılarını artıq mən bilirəm ki, onun musiqisidir və yaxud onun aranjmanıdır. Salam veririk Siyavuş müəllim də buradan. Mən fürsətdən istifadə edib xanım İsmail qızını da salamlayıram. Çox gözəl sözlərin müəllifidir. Novruz müəllim, növbəti musiqiçi dostumuzu təqdim eləyəkmi? Çox böyük məmnuniyyət. Olar mı? Buyurun, buyurun. O zaman Nərmin Kərimbəyova. Kaş bütün insanlar seve sevilə dünyanı yaşadır bizim
Əhsən, əhsən. Nərmin, xoş Çox gəldin. sağ olun, çox təşəkkür edirəm. Gözəl dəvətdir. Çox minnətdaram bu mahnıya görə Bəli. və burada bu gözəl mahnını ifa etmək şansına görə. Çox Biz də sağ sizə ol. təşəkkür edirik. Çox gözəl ifa elədiniz. Dinamik, əvvəl-ruhiyyəmiz Nərmin, oldu. ifa edirsən, biz çox həm fərdi yanaşmadır, həm də çox müasir işləmirsən. Səslər olsun, ritmlər olsun, öz, yəni İlhamə xanımın təbii ki, ifası burada öz yerində, amma sənin yeniliklərin var burada. Bu çox önəmlidir bir ifaçı üçün. Əslində həm Özünə məxsusdur. önəmlidir. Bəli, həm hesab edirəm ki, önəmlidir. Önəmlidən də önəmlidir deyərdim. Çünki əgər sən nəsə yaradırsansa, sən artıq var da, artıq gözəldir, artıq mövcuddur. Amma sən öz payından ona əlavə etməsən, Bəli. bu sənə aid olmaz. Məxsus olmayacaq. Bəli. Ona görə sənə aidsə, onu yaşamalısan. Yaşayırsansa necə yaşasın, elə də təqdim etməlisən. Artıq mahnı tanışdır, mahnı sevilib və onu sən də ikinci dəfə özünə məxsusluğundan dediyin Bəli. kimi bu işin öhdəsindən gözəl gəlmisən. Uğurlar sənə. Təşəkkür edirəm, minnətdaram. Nərmin, təşəkkür edirik sənə. Çox sağ olun. xoş Biz daha gəlmisən. çox Səfa çox şadam. gətirmisən. Təşəkkür edirəm. Mən Uğur olsun. minnətdaram. Təşəkkür edirəm. Nərmin Kərimbəyova çox gözəl bir mahnı söylədi Novruz Aslan yaradıcılığından. Sizin Sözlərin sözlərinizi müəllifi eşidək. yenə də xanım Xanım İsmail İsmail qızı. qızıdır, bəli. Xatirimdədir. Bu mahnı mənim yanımda yazıldı studiyada. Özü gecənin gec vaxtlarında. Xanımla söhbət eləyəndə dedim xanım, səndə belə bir şey var. İstər musiqi olsun, istər söz olsun, xanım mahnının üzərində dayanır. Studiyada onun işlənməsi, aranjmanla. Təbii ki, siz də elə aranjmanın ilkin variantını mən neçə dəfə olaraq sizə təqdim eləmişəm. Onda o zaman heç telefonun başqa funksiyaları da yox idi. Gətirirdik. Yadınızdadır Yaşın Nə Fərqi mahnısında, Yadınızdadır. orada biz yenidən onu yazdırdıq. Siz gəldiniz Rəhmə Bəli. xanımla, biz işi toğamızda söhbət elədik və mahnını ilk dəfə mən o qulaq asanda mən gördüm ki, orada bir xəta olubdur aranjmanda. Bəli. Sağ olsun Vüqar Camalzadə. Zilə getdikcə Yadınızdadır qalxmalı da, idi. Bəli. İlhamə xanım da dedi ki, narahat olmuş, bir də Dəyişək. oxuyarıq, siz bir yerdə Çox edik yaxşı hamımız. xatirimdədir. Və nə yaxşı ki, biz o yeri dəyişdik. Dəyişdik. Noruz müəllim, bu mahnılarda işləmə, bu dəyişkənlik dediniz, bu çox müsbətə özünü gətirib çıxarır. Yəni bir növ müəllif olaraq, bir növ ifaçı olaraq buna iddia eləyirsən, bəzən insanı yolundan döndərə də bilərlər. Şəxsən mən qulaq astım, yəni mən bu verjanı eşitməmişdim, yəni mənim xoşuma gəlmişdi. Mənə həyatım sandı, səninəm gülüm, ağlayım, sevinim, səninlə gülüm, belə zilə qalxmırdı da, o aşağı tonlarda gedirdi. Siz amma bu mahnı daha da melodiyalar daha da biraz Dinamiklə, bəli, açdınız. tamamilə doğrudur. Dinamikası da qalxdı. Bu Yaşın Nə Fərqi mahnısı çox vaxtı insanlar tərəfindən məhz yaşlı bir insanın, gənc bir insanla olan sevgisindən bəxş edilir. Bu cürə anlaşılır. Amma bu yaxınlarda biz bu mahnıya yeni bir həyat verdik. Bəli. Elə Süzanna Zəkanın hesabına, Sünni Zəkanın hesabına və mənim qızım ona bir yaxşı bir klip çəkdi. O Mən klip görməmişəm. nəticəsində mən bir yeni bir yanaşmanı gördüm. Yəni artıq onun Gülnur xanım, yox, Günel. Günel xanım. Və onun o dünya görüşü məni bir daha etdi. O klipə mən sizə göndərərəm onu. Klipə yanaşma o cür oldu ki, insanlar yaşdaşırlar. Da ki 80 yaşına, 90 yaşına çatırlar. Həyat yoldaşlarıdır. Amma yenə dedi ki, yaşın nə fərqi var, sevirəm səni. Yəni biz həmişə fikirləşirdik ki, yaşın nə fərqi var? Yəni ki, gənc bir xanım və yaxud yaşlı bir insanın arasında olan bir sevgi var. Əslində qalsa yeni bir yanaşma oldu. Bəli. Yaşın fərqi o vaxt da olmamalıdır. Siz bir yerdə 30 il, 40 il olanda, baba olanda, nədə olanda da yenə də yaşı fərqi olmamalıdır. Yenə də bir-birinizi sevməlisiniz. doğru söz, Çox doğru. gözəl bir yanaşma oldu. Mən sizə göndərərəm. Çox sağ olun, minnətdaram. İstərdim ki, növbəti musiqi qonağımızı dəvət edək. Olar mı? Böyük məmnuniyyətlə. Nadir Qafarzadə buyursun. Senin yaşın gelip gider Benimle ten beraber Günlerimiz renk-berektir Hayatım tek ömrüm kadar Senin yaşın gelip gider Benimle ten beraber Günlerimiz renk-berektir Hayatım tek ömrün kadar Şirin sözler az demişler Kış olanda yaz demişler Sözlerimle naz demişler
Həyatım tək ömrüm qədər. Şirin sözlər az demişəm, qış olanda yaz demişəm, sözlərimlə naz demişəm. Həyatım tək ömrüm qədər, həyatım tək ömrüm qədər. Bu yaş nədir? Salma nəyə saldığımı, ötüb keçər illərdimi. Bu yaş nədir? Bir-birini əvəzləyər, eniş oxuş qədərdimi. Bizi sıxan, əzizləyər, sevincdimi, kədərdimi. Qucaq-qucaq aldığımız çiçəklərmi, güllərdimi. Bizi sıxan, əzizləyər, sevincdimi, kədərdimi. Qucaq-qucaq aldığımız çiçəklərmi, güllərdimi. Çiçəklərdi, güllərdimi. Yaşa nə var gəlib gedər, halal zəhmət itməz hədər. Tale bizi məmnun edər, həyatın tək ömrün qədər. Yaşa nə var gəlib gedər, halal zəhmət itməz hədər. Tale bizi məmnun edər, həyatın tək ömrün qədər. Şirin sözlər az demişəm, qış olanda yaz demişəm, sözlərimlə naz demişəm. Həyatın tək ömrün qədər. Şirin sözlər az demişəm, qış olanda yaz demişəm, sözlərimlə naz demişəm. Həyatın tək ömrün qədər, həyatın tək ömrün qədər. Bu yaş nədir? Salnaməyə saldığımız ötüb keçər illərdimi. Bu yaş nədir? Bir-birini əvəzləyər, eniş oxuş qədərdimi. Bizi sıxır, əzizləyər, sevincdimi, kədərdimi. Qucaq-qucaq aldığımız çiçəklərmi, güllərdimi. Bizi sıxır, əzizləyər, sevincdimi, kədərdimi. Qucaq-qucaq aldığımız çiçəklərmi, güllərdimi. Çiçəklərmi, güllərdimi. Çiçəklərmi, güllərdimi. Çiçəklərmi, güllərmi. Teşekkürler Nadir. Hoş geldin. Hər vaxtınız xeyir olsun. Xoş gördük. İki dəyərli insanla bir verilişdə, sözün əsl mənasında. Biri mənim illərin sənət dostum, biri mənim biraz geç tanıdığım, amma çox təəssüf ki, geç tanıdığım, amma yaxşı ki tanıdığım dəyərli bir insan. Gözəl və mən həmişə telefondan deyirəm, Noruz müəllim, siz bilirsiniz çox dəyərlisiniz, olduqca dəyərlisiniz. Çox zövqlü, çox kübar. Bilirsiniz, belə insanlar var, amma azdılar. Bu insanların qədrini bilmək lazım, sağ ikən dəyərləndirmək lazımdır. Noruz müəllim musiqiləri, o da onun mədəniyyətindən irəli gəlir. İnsan necədirsə, onun yazdığı deyil olacaq. Bəli, bəli. Oxuduğu deyil olacaq. Beynin məhsuludur, qəlbin, ruhun Noruz müəllim, məhsuludur. yaxşı ki varsınız bizim. Təşəkkür edirəm. Yaxşı ki siz Azərbaycanda doğulmusunuz. Bəlkə siz xaricdə doğulsaydınız, biz çox şey itirmiş olardıq. İnanın. İlhamə xanım nə oxuyardı siz yazmasaydınız? Mən nə oxuyardım? Digər ifaçılarımız. Bəli, düz. Bugünkü oxuduğum mahnı rəhmətli Hadi Rəcəbinin sözləridir. Biz Noruz müəllimlə bir çox mahnılar işləmişik. Baba Vəziroğlu əzizlərim. Sonra onun qızının yazdığı Sevəcəyəm mahnısı. Gülnur Aslan. Bəli. yadımdadır. Lap ilk mahnılarımızdan biridir. Bəli. Sonra İlhamə xanımla Sən Məni Unuda Bilməzsən mahnısını biz onu virtual versiyada belə də oxumuşdum. Noruz müəllim yazın.
Az Siz də yazarlar. yaradın, siz də Yazın, oxuyunuz. Yaradın. Biz də oxuyaq. Bizim də ürəyimiz açılsın. Rəşad könlümüz müəllim, açılsın. qeyd eləmək istəyirəm ki, Bəli. Nadir müəllim çox nadir ifaçılardandır ki, mənim ona xüsusi bir rəğbətim var. Bəli. Xüsusi bir yanaşmam var və qeyd eləmək istəyirəm ki, Sağ olsun. o da öz səhnə mədəniyyətindən təbii ki, tamaşaçıları, dinləyiciləri tam onların zövqlərinə oxşuyur. Nə yaxşı ki, sizlər də varsınız. Yox, Nadir çox Təşəkkür edirəm. doğru vurğuladı. Novruz müəllim sözlərinizə qüvvət, Nadircan sözünə qüvvət. Yəni Novruz müəllimin hazırda onun yaradıcılığının elə bir çağıdır ki, elə bir məqamıdır ki, biz yararlanmalıyıq. Nə qədər çox yazsa, nə qədər çox bəstələsə, indi Nadir yəqin kulisdə sən bizə eşitdin. Süni intellektdən danışdıq. İndi daha fərqli formatlarda mahnıların yazılması, sözlərin, ifaçıların oxunmasından danışdıq. Bütün bunlara baxmayaraq, o orijinal hər zaman orijinallığını qoruyub saxlayır. Bəli. Ona görə yazın, yaradın ki, biz ifaçılar da oxuyaq, tamaşaçılar da dinləsin. Təşəkkür İnşallah, edirəm. təşəkkür edirəm. Minnətdaram. Minnətdaram Uğurlar, Novruz Nadir müəllim. sənə. Minnətdaram. Sağ olun, Çox sağ olun. Təşəkkür edirik. Siz sağ olun, Görüşərik çox sağ olun. inşallah. Solo konsertlə bağlı, daha doğrusu sizin yaradıcılıq gecənizlə bağlı bütün ifaçılar yığışaq ətrafınıza. Yaşın nə fərqi var ki, virtual olaraq səslənsin. İlham xanımın səsi, mənim orada necə deyirlər, ifam, necə ki, belə bir var mı planda belə bir düşüncə? Yoxdur belə bir plan. Amma biz Əslində istəyirik axı. təkliflər çoxdur və qeyd eləmək istəyirəm ki, mənə müraciətlər də mövcuddur. Amma mən bu işə çox konservativ yanaşıram. Mənim xüsusi bir yanaşmam var bu işə. Hesab edirəm ki, nə qədər yaşayıramsa hələ yaradacağam. Və yaratdığım zaman siz özünüz də gördüyünüz kimi gözəl musiqilər yaranır. Gözəl bizim ifaçılar o musiqiləri ifa edirlər, onları yaşadırlar, onlara ömür verirlər. Musiqi bəstələmək böyük bir işin kiçik bir hissəsidir. Amma onu ortalığa çıxartmaq böyük bir hadisədir. Bu artıq bir tarixi bir hadisədir. Ona görə yaratmağa daha çox meylliyəm və artıq onsuz da bizim mahnılarımız, bizim əsərlərimiz, mənim kitablarım oxunur, mahnılarım dinlənilir. Bu faktdır və bu faktla mən razılaşıram. O ki, qaldı yaradıcılıq gecəsi, vaxt zaman gələr bu barədə düşünərəm. Hal-hazırda mən bu barədə fikirləşmirəm. Novruz müəllim, mən sizə təşəkkür edirəm bir daha. Bütün heyətimizin adından ki, gəldiniz proqramımıza. Bax, belə xoş, səmimi bir söhbətə, daha doğrusu daha bir söhbətə imza attınız. Çox sağ olun, minnətdaram sizə. Mən sizə təşəkkür edirəm, minnətdaram bu gözəl verilişinizə görə və xüsusi olaraq Azərbaycan televiziyasına, Mədəniyyət kanalında xüsusi təşəkkürümü bildirmək istəyirəm. Sağ olun. İlham xanıma məxsus tac təxəllüsü ilə belə deyək, təqdim olunurdu. Musiqisi Novruz Aslana aid. Məncə o mahnı oxumasaq, rəhmətli İlham xanım demişkən böyük qəbahət olar. Elə müsaidə buyurursunuzsa proqramımızı bu mahnı ilə nöqtə eləyək. Çox təşəkkür edirik. Novruz Aslanın musiqisi səslənəcək sonda. Axı yaşın nə fərqi var ki? Bilirsən həyatım sənə bağlıdır. Sənsiz ömrüm heçdir, sevgilim mənim. Dəqiqəm, saatım, ayım, ilim sən. Sevdalı ömrümün hədiyəsi sən. Bilirəm həyatım sənə bağlıdır. Sənsiz ömrüm heçdir, sevgilim mənim. Dəqiqəm, saatım, ayım, ilim sən. Sevdalı ömrümün hədiyəsi sən. Mənə həyatımsan de, səninlə gülüm, ağlayım, sevinim. Səninlə gülüm, yaşın nə fərqi var ki? Sevirəm səni, nə olar incitmə qəlbimi gülüm. Mənə həyatımsan de, səninlə gülüm, ağlayım, sevinim. Səninlə gülüm, yaşın nə fərqi var ki? Sevirəm səni, nə olar incitmə qəlbimi gülüm.
həyatın qədər ayrıla bilməzsən səni sevənlər. Allahın əmridir, alnın yazısı. Mənim də, sənin də taleyimizdir. Bilirəm sevirsən həyatın qədər ayrıla bilməzsən səni sevənlər. Allahın əmridir, alnın yazısı. Mənim də, sənin də taleyimizdir. Mənə həyatımsan deyil, səninəm gülüm. Ağlayım, sevinim, səninlə gülüm. Yaşın nə fərqi var ki, sevirəm səni. Nə olar incitmə qəlbimi gülüm. Mənə həyatımsan deyil, səninəm gülüm. Ağlayım, sevinim, səninlə gülüm. Yaşın nə fərqi var ki, sevirəm səni. Nə olar incitmə qəlbimi gülüm. Bu şəhərdən çıxıb gedə bilərsən illəri illərə qaqa. Bilərsən bir vaxt sevdiyimi dana. Bilərsən sən məni unuda bilməzsən artıq. Bu şəhərdən çıxıb gedə bilərsən illəri illərə qaqa. Bilərsən bir vaxt sevdiyimi dana. Bilərsən sən məni unuda bilməzsən. Həyatımsan deyil, səninəm gülüm. Ağlayım, sevinim, səninlə gülüm. Yaşın nə fərqi var ki, sevirəm səni. Nə olar incitmə qəlbimi gülüm. Mənə həyatımsan deyil, səninəm gülüm. Ağlayım, sevinim, səninlə gülüm. Yaşın nə fərqi var ki, sevirəm səni. Nə olar incitmə qəlbimi